Əziz dostlar, sizi Mahmudlardan salamlayıram. 25 Mart artıq gün batıb, hava qaralmağa doğru gedir və bugün tam Mahmudların mərkəzində gözəl bir yer açılıb. Adı Most Coffee and Dessert. Bu yerlə sizi tanış edəcəm. 2 mərtəbəli bir yerdir. Düzdür, ikinci mərtəbəsi hələ çalışmır. Çünki açılışı dünən olub. Gələcəkdə orada iş çalışacaq. Bu yolu həmişə sizə göstərirəm. Qarşıda sol tərəfdə bizim ofisdir. Əmlak ofisi Alanya Star. Və ora doğru gedən yolda solda, oradan aşağı dənizə doğru gəldiyiniz zaman isə sağ tərəfdə qalır. Və çox səliqəli, gözəl, zövqlü bir yerdir. Most Coffee and Dessert. İndi içəri daxil oluruq. Baxın, açılışda şarlar filan. Hər şey çox səliqəli, gözəl düzəldilib, dizayn edilib. Rahat, geniş bir yerdir. Kofe və desert həvəskarları bura mütləq gələ bilərlər, istirahət edə bilərlər. Kondisionerlər, yayda sərin olacaq. Burada isə Ruslan və Muhammeddir. Muhammed qardaş buranın sahibidir. Muhammed, merhaba, nasılsınız? İzninizle перебиваю. Sağ olun, teşekkürler. Hayırlı olsun. Teşekkür ederim. Yeni açtınız. Çok güzel yer. Biz de beğendik. Size başarılar, bol kazançlar. Öncelikle bütün Azerbaycanlı kardeşlerimizi bu kafeye bekliyoruz. Özel içeceğimiz Urbeç ile birlikte soğuk ve sıcak şekilde. Bir deneyip kendileri bir tatsın bu özel içeceğimizi. Bekliyoruz herkese. Teşekkür ederim. Urbeçi nerenin? Urbeç bu Dağıstan'ın dağlarında badem, sonra keten tohumu olsun, bütün tohumların karışımıyla özel hazırlanmış köyden getirdiğimiz bir şey. Onu da karıştırarak güzel bir kahve elde ediyoruz. Çok iyi. Ben de içtim, çok güzeldi. Ben sıcak içtim. Şimdi bir tane de soğuk tadına için bakarız. bakalım da hangisinin daha iyi olduğunu söylersiniz bize. İnşallah. Çok teşekkürler ki Mahmudlar'da böyle güzel yer açtınız. Ben teşekkür ederim. İnşallah her şey iyi olacak. Herkesi davet ediyoruz böyle. Bütün Azerbaycanlı kardeşlerimi davet ediyorum buraya. Ruslan, что-то будешь? Rica ederim. Tamam əziz dostlar, davam eləyə buranı göstərim. Baxın, burada bir monitor var. Və bu tərəfdə də menyu ilə də sizi tanış edeyim. Baxın, burada qiymətlər hamısı yazılıb. Kruasanlar, desertlər buradadır. Baba, belə ikinci mərtəbə hələ çalışmır. Yaxın zamanda ikinci mərtəbədə açılacaq inşallah. Burada isə oturup çalışmaq üçün yer. Telefonlar, planşetləri şarj etmək üçün yer var. Yəni hər şey düşünülmüş, səliqəli. Stolüstü oyunlar, şaşki və s. digər oyunlar da orada var. Onlardan da alıb oynaya bilərsiniz. Alıb, yəni bunlar hamısı ücretsizdir. Götürüb istifadə edə bilərsiniz. Və çıxırıq birbaşa ana yola. Qarşıda saat kulesidir. Belə əziz dostlar, bununla da videomu bitirirəm. İnşallah gələn videolarda görüşənədir. Sağ olun, var olun.